Salam əziz izləyicilər, əziz şagirdlər, hər birinizi xoş gördük. Yanımda bizim ötən ilki şagirdimiz Vahid var. Vahid ötən ilin şagirdi, bugünün tələbəsi, gələcəyin müəllimidir. Və onu da qeyd edim ki, Vahid mənim həmkarımdır. Dil ədəbiyyat müəllimliyini oxuyur. Vahid ötən il buraxılış imtahanında çox yüksək nəticə toplamışdı. Eyni zamanda blok imtahanında öz bu haqda məlumat verəcək. Vahid, buraxılış imtahanında Azərbaycan dilində neçə bal toplamışdın? Buraxılış imtahanında düz sayı 29 idi. Bal 97.5 idi. Bir yarı səhvim oldu. Ona görə. Əslində elə 30 sual düzdür, sadəcə bir açıq suala. Yəni 97.5 buraxılış üçün çox mükəmməl nəticədir. Blok sahəsində də səhv etmirəmsə sən Azərbaycan dilinin 138, ədəbiyyat neçə idi? Ədəbiyyat 92 olmalı. 92. Çox gözəl nəticə idi. Vahid 3-cü qrupda 541 balla Azərbaycan Pedaqoji Universitetinin Dil Ədəbiyyat Müəllimliyi ixtisasında pulsuz dövlət sifarişinə təhsil alır. Vahid, ümumiyyətlə şagirdlərə nəyə tövsiyə edə bilərsən? Yəni necə hazırlaşsınlar, hansı sistem üzərində hazırlaşsınlar ki, nəticələr daha yaxşı olsun? Məncə qaydanı əzbərləmək yox, tətbiq edəsələr daha yaxşı olar nəticə. Çünki əzbərləyirlər qaydanı, test yanında tətbiq edə bilmirlər. Bu daha çox blok sahəsində özünü göstərir. Çünki blok sahəsində qrammatika demək olar ki, bütün suallar qrammatikadan ibarətdir. 3 sual situasiyanı çıxırır. Bəs buraxılışda nəyə üstünlük verməlidirlər? Buraxılışda məncə ümumi götürsək, əgər hər şübhən olsa, riyaziyyat əvvəl başlasınlar məncə. Çünki riyaziyyat daha çox beyin gücü tələb edir. Əvvəl riyaziyyatdan başlayıb yazmalıdırlar. Ümumi səndə buraxılış balı neçə idi? Ümumi 240 idi. 240 bal. Yəni Vahid tək Azərbaycan dili yox, digər fənlərdən də yüksək nəticə toplamışdı. Əhsən sənə Vahid, sən bir daha təbrik edirəm. Uğurlar arzu edirəm. Yəni sən inşallah ki 3 ildən sonra, 4 ildən sonra bizdən çiyin-çiyinə işləyəməyə qadir bir adamsan. O potensial səndə görürük. Sənə uğurlar. Çox sağ olun.